Hər kəsə salamlar. Bugünkü videoda köhnə YÖS imtahanlarından 19 Mayıs Universitetinin 2013-cü il YÖS imtahanının məntiq sualları hissəsinə baxacağıq. Deməli, bu imtahanda məntiq sualları hissəsi təməl öyrənmə beceriləri olaraq qeyd olunub. İndi isə suallara baxaq, görək suallarımız necədir. Birinci sualdan başlayıram. Birinci sualda deyir ki, soru işarəti yerinə aşağıdakılardan hangisi gəlməlidir? Deməli, deyir ki, belə bir fiqurumuz var sol tərəfdə. Bu belə olubsa, sağdakı fiqurumuz necə olacaq? Bunu soruşur. Deməli, fikir versək, altdakı fiqur burada 90 dərəcə döndürülüb. Deməli, burada da altdakı ovalımız 90 dərəcə dönəcək. Deməli, A variantı getdi, B getdi, C getdi. Sonra nəyə diqqət edə bilərik? İçəridəki 5 bucaqlı burada ikinci böyük fiqur olaraq qeyd olunur, ortadakı fiqur. Və 180 dərəcə tam dönəcək. Burada da içdəki fiqur 3 bucaqdır, 180 dərəcə dönüb ortaya qoyulacaq. Deməli, 180 dərəcə fırlatdıqda D variantı olur deyə cavabımız D variantıdır. İkinci sualda 3 hissəyə bölsək buranı, yuxarı, orta, aşağı kimi bölək. Fikir versək, bir dənə ox var yuxarıda. Sola, sağa və yuxarı baxır. Ortada 2 dənə ox var. Yenə sola, sağa, yuxarıda. Aşağıda 3 dənə ox var. Yenə 3 dənə olacaq. Sağa var, yuxarı var, sola yoxdur. Deməli, sola baxan 3 dənə ox lazımdır. Cavab olur E variantı. Üçüncü suala baxsaq, deyir ki, soru işarəti yerinə aşağıdakılardan hangisi gəlməlidir? Diqqət etsək 3 bucaq var. Üstünə gəlib dairəni eləyib 4 bucaq. Dairəni bir tərəfli kimi qəbul etsək, 3 üstəgəl 1 eləyir 4. Burada romb var, 4 tərəflidir. Kvadrat 4-dür. 8 bucaqlı olur. 4 üstəgəl 4, 8 eləyir. Yenə 5 bucaqlının üstünə 3 bucaqlı gələcək. Cavab edəcək 8 bucaqlı, D variantı. Dördüncü suala diqqət edək. Dördüncü sualda bizə deyir ki, soru işarəti yerinə aşağıdakılardan hangisi gəlməlidir? Diqqət etsək, yuxarıdakı birinci fiqur gəlib 2-yə. Aşağıda 2-yə. Burada da gələcək bura 2-yə. Bu 2-yə gəlsə, burada ikincilərə baxsaq, bizim hansı variantlarımız gedəcək? B variantı ilə D variantı getdi. Olmayacaq. Daha sonra diqqət edək, sondan ikinci fiqur gəlir sonuncuya. Burada da bura gələcək sonuncuya. Yenə baxaq sonunculara. Hansı olacaq? A variantı da gedir. C variantı da gedir. Qaldı E variantı. Cavabımız olacaq. Deməli, dördüncü sualda da E variantı oldu. Digər şeylər də, dairələri də yoxlaya bilərsiniz. Yenə cavabın E variantı olduğu görünür. 5-ci suala gələk. 5-ci sualda yenə deyilir ki, soru işarəti yerinə aşağıdakılardan hangisi gəlməlidir? Diqqət eləsək A-ya. A 2-dən qabağa gəlir, sonra yenə 2-dən qabağa gəlir, sonra sabit dayanır. Sonra yenə 2-dən qabağa gəlir, 2-dən qabağa gəlir. Deməli, 2 dəfə qabağa gedir, sonra sabit dayanır. Burada sabit dayanmalıdır. Sabit dayanırsa bizim B variantı getdi. D getdi, E getdi. A ilə C arasında qalmışıq. A ilə C arasında da B variantı onsuz da necə deyirlər, B hərfi eyni yerdədir deyə C hərfinin fərqinə baxacağıq. C hərfi necə hərəkət edir? C yerində sabit qalır, sonra yenə yerində sabit qalır, sonra necə gedir? 4 dənə qabağa gedir. Saat əqrəbi istiqamətində ya da saat əqrəbinin əksi. Eynidir burada. Deməli, 4 dənə qabağa getdi. Sonra yenə 2 dəfə sabit dayanacaq. Sonra yenə 4 dənə qabağa getməlidir. 4 dənə qabağa getsə, gəlib bura düşəcək. Deməli, C variantımız gedir. Burada 2-dən qabağa hərəkət edib çünki. A variantı qaldı. Keçək 6-cı suala. Cavabımız oldu burada A variantı. 6-cı sualda deyir ki, yukarıdakı eşkenar üçgənlərdən oluşan şəkildə farklı büyüklükdə kaç tane üçgən vardır? Deməli, bu sualda neçə dənə fərqli böyüklükdə bərabər tərəfli üçbucaq olduğunu tapmalıyıq. Tərəfi 1 olan var. Tərəfi 2 olan var. Tərəfi 3 olan yenə olacaq. Belə göstərək, yaxşı çəkib. Belə. Bir də tərəfi 4 olan yenə olacaq. Tərəfi 5 olan artıq olmayacaq. Çünki tərəf 5 olan üçbucaq burada yoxdur. Bir dənə artıq belə artırılmalıdır tərəfi 5 olan olması üçün. O da olmur. Deməli, tərəfi 1 olan var, 2 olan var, 3 olan var, 4 olan var. Cavab olur D variantı. Gəlirik 7-ci suala. Deyir ki, aşağıdakı şəkillərdən bir qrup oluşturulursa, hangisi dışarıda qalır? Deməli, bir qrup yaradılacaq. Bir dənəsi çox fərqli olacaq o qrupdan.
Burada deməli qrupların ortaq xüsusiyyətini tapmaq lazımdır. Diqqət eləsək, qara fiqura. Qara fiqur həmişə 3 dənə ağla birləşir. 3 dənə ağla birləşdi, 3 dənə ağla birləşdi. 3 dənə ağla birləşəcək. Burada da yenə 3 dənə ağla birləşəcək. Amma B variantında 2 dənə ağla birləşib. Bu da bildiyimiz kimi böyük bir fərqdir. Bu xüsusiyyətində böyük fərq var. Ona görə cavab oldu B variantı. B variantı çöldə qalacaq. Gəlirik 8-ci suala. Deyir ki, aşağıdakı şəkillərdən bir fiqur oluşturulursa hangisi dışarıda qalır? Yenə diqqət edirik, yenə bir qrup yaradacağıq. Qalan fiqurumuz isə o qrupdan fərqli bir xüsusiyyət daşıyacaq. Birinci ilə sonuncu fiqurlara diqqət edin. Bu fiqurlara. İkisi də eyni fiqurdur və biri ağda, biri qaradır. Ortadakı fiqur isə o fiqurdan fərqli fiqur olmalıdır. Diqqət eləsək, A variantında biri ağda, biri qaradır. B variantında biri ağda, biri qaradır. D variantında biri ağda, biri qaradır. E variantında biri ağdır, biri qaradır yenə. Ortadakı fiqurlar da fərqlidir. Amma C variantında ikisi də ağ rəngdə, kvadratdır, kənarlarda. Ona görə C variantı fərqlidir və dışarıda qalacaq. 8-ci sualımızı da belə həll etdik. Cavab C variantı. 9-cu sualda deyir ki, yenə bir qrup oluşturulursa hangisi dışarıda qalır? Deməli, A variantında fiqur 2 bərabər hissəyə bölünüb. 2 bərabər sahə əldə etmək olar. Yenə eyni şeydir. B variantında da 2 bərabər hissəyə bölünüb. D-də də 2 bərabər hissəyə bölünüb. C-də də 2 bərabər hissəyə bölünüb. Amma E variantına baxsaq, E variantında bərabər hissələrə bölməyib. Biri üçbucaqdır, biri trapesiyadır. Sahələri də fərqlidir. Ona görə 9-cu sualda cavab olur E variantı. Gəldik 10-cu suala. Deyir ki, yenə bir qrup oluşturursa hangisi dışarıda qalır? Diqqət etsək, qara üçbucağın hər zaman sağ tərəfindədir. Üçbucağımız, buradakı kiçik üçbucağımız. Deməli, burada da yenə sağındadır. Burada da sağındadır. Burada da sağındadır. Düzdür? Amma burada baxsaq, sol tərəfindədir. Düzdür? Ona görə A variantımız fərqli xüsusiyyət daşıdığı üçün A variantı dışarıda qalır və cavabımız olacaq A variantı. Belə düşünə bilərsiniz. Ya da belə baxa bilərsiniz ki, bu fiqurları məsələn döndürsək, bu fiqurlar eyni olacaq. Bir-birlərindən eyni fiqur olacaq. Bu məsələn sabit qalsın, bu sabit fiqurumuzdur. Bunu 90 dərəcə saat əqrəbinin əksinə döndərək, bunu 180 dərəcə saat əqrəbində ya da əqrəbin əksinə eyni şeydir döndərək, bunu da 90 dərəcə saat əqrəbi istiqamətində döndərək. Bunları fırlatdıqdan sonra nə olur? Hamısı bu fiqurların eyni olur. A variantında isə gördüyünüz kimi bununla bu bir-birlərinin güzgü əksidir, bir-birlərindən fərqlidir. Cavab olacaq yəni A variantı. Belə izah eləmək olar. A variantı düzdür. Sonra 11-ci suala gəlirik. Yenə deyir ki, bir qrup oluşturulursa hangisi dışarıda qalır? Fikir versək, A ilə D variantı bir-birinin eynisidir. D variantını necə 45 dərəcə saat əqrəbində döndərsək, bir-birləri ilə eyni olacaqlar. A ilə D bir-birinin eynisidir. A ilə D-ni qruplaşdıra bilərik. Yenə eyni şəkildə qalanları da bir-birinin eynisi olacaq. Yenə E variantını necə fırlatsaq? Baxaq, bir dəqiqə. E variantını C variantına gətirmək üçün neyə bilərik? 45 dərəcə saat əqrəbinin əksinə fırlatsaq. E variantı ilə də C variantı eynidir. Üstəlik buradakı xəttlər də yenə eyni istiqamətdə olur. Amma burada biz B variantına baxsaq, xəttlər eyni istiqamətdə deyil. Kiçik düzbucaqlar yaradır. Yenə böyük bir fərqi var deyə B variantı doğru cavabdır. Cavabımız oldu B variantı. 12-ci suala baxsaq, nə olur? Yenə soru işarəti yerinə aşağıdakılardan hangisi gəlməlidir deyilir. Diqqətli olsaq burada necə edə bilərik? Məsələn, şaquli belə bölək bunları. Şaquli formada baxaq. Ortadakı fiquru qaralayıb qoyur bunun üstünə. Düzdür? Yəni ortadakı fiquru qaralayıb qoyur bunun üstünə. Bu yaranır. Burada da yəni ortadakını dairəni qaralayacaq, qoyacaq kvadratın üstünə belə. Cavab oldu hansı variant? A variantı. Bu sualda belə. Gəlirik 13-cü suala. 13-cü sualda soru işarəti yerinə hangiləri gəlməlidir deyir. Yenə bölə bilərik. Belə bölək. Diqqət eləsək, birinci cərgə ilə ikinci cərgənin ilk və sonu eynidir. Bu cərgələr eyni ola bilər. Yəni bura gələcək
üstə gəl. Bura gələcək çarpaz diaqonal xətt. Yenə bunlar da bir-birinə eynidir. Düzdür? Birinci və sonuncu fiqurlar. Yenə burada da birinci gələcək şaquli xətt. Burada da yenə eynisi var. Qalanları eynidir. Deməli, birinci cərgə ilə üçüncü cərgə eyni oldu. İkinci cərgə ilə dördüncü cərgə eyni oldu. Bizim sual işarətimizin yerinə də nə gələcək? Üstə gəl. Yuxarıda üstə gəl var. Bunlar getdi. Üstə gəl. Diaqonal şaquli xətt. Cavab oldu nə? B variantı. 13-cü sualın cavabı B variantıdır. Gəldik 14-cü suala. Deyir ki, yuxarıdakı şəkil saat yönündən 180 dərəcə döndürüldüyündə hangisi əldə edilir? Döndürülürsə. Bu fiqurun mən eynisini sağ tərəfə də qoymuşam ki, rahat döndürə bilək. Xəyalınızda yenə döndərə bilərsiniz, amma sonra döndərib göstərəcəm. Deməli, bu hissə üçbucaq gəlir, aşağı düşür. Burada belə ağ üçbucaq olacaq. Deməli, A variantı getdi, B variantı getdi, D getdi, E getdi, qara da burada ona görə. Gəldi cavab C variantı oldu. Belə fikirləşə bilərik. Yenə döndərib də baxmaq olar. Belə 180 dərəcə fırladaq. Gördüyünüz kimi aşağıda üçbucağımız var. Ağ rəngli üçbucaq. Bu fiqurla eynidir. Cavab olur C variantı. Keçirik 15-ci suala. 15-ci sualda sual işarəti yerinə aşağıdakılardan hangisi gəlməlidir deyir yenə. Sayı şəkil ilişkiləri sualıdır. Bu sualda necə tapa bilərik? Diqqət eləsək. 1 üstəgəl 9 üstəgəl 4. Nə eləyir? 14. Sonra 1 üstəgəl 4 üstəgəl 3 üstəgəl 4. Eləyir 8. 3 üstəgəl 6 üstəgəl 4. 13. 6 üstəgəl 7 üstəgəl 4. 17. 7 üstəgəl 8 üstəgəl 4. 19. 5 üstəgəl 8 üstəgəl 4. 17. Deməli biz nə tapdıq buradan? Bir dənə rəng dəyişək. Yaxşı izah edək. Bu üç hissənin cəmi bu ikisinin toxunduğu bu hissəyə bərabər olur. Düzdür? Onda biz nə fikirləşə bilərik burada? Deməli 2 üstəgəl 5 üstəgəl 4 bizim sual işarəsi olacaq. Sual işarəsi bərabərdir 2 üstəgəl 5 üstəgəl 4. 7 üstəgəl 4 cavab edir 11 C variantı. 15-ci sualda belə yazdıq. 16-cı suala diqqət eləsək, yenə biz bölə bilərik bu fiquru. Belə hissələrə ayıraq. Sonra diqqət eləsək, burada nə var? 1, 2, 3, 4, 5, 6. 6 dənə ağ var. 1, 2, 3, 4, 5, 6. 6 dənə qara var. Yenə burada 1, 2, 3, 4, 5, 6. 6 ağ. 1, 2, 3, 4, 5, 6. 6 qara. Deməli, hər cərgədə 6 ağ, 6 qara top var. Dairə var. Burada nə olacaq onda? Çəkək belə. Yenə 6 ağ, 6 qara olmalıdır. 1, 2, 3, 4, 5 ağımız var. Bir ağ əksi idi. 1, 2, 3, 4, 5 qaramız var. Bir qara əksi idi. Bir ağ, bir qara cavab olur. Hansı variant? Burada baxaq, A variantı cavabımızdır. Bu sualda belə. Keçirik 17-ci suala. 17-ci suala deyir ki, soru işarəti yerinə aşağıdakılardan hangisi gəlməlidir? Yenə bu sualda fikir versək, qara fiqur bir yuxarı, bir sağa gedir və həmin qara fiqurun yerinə nə gələcək? Bir ağ fiqur gələcək ortaya. Burada da yenə eynisi olacaq. Qaralar yuxarı, sağa gedəcək. Həmin qaraların yerinə də ağ fiqurlar, ağ kvadratlar gələcək. Deməli, onda biz bunlar olmayacaq. Bunları çıxırıq. Yuxarı şaquli 3 dənə ağ olacaq. Üfüqi yenə 3 dənə ağ olmalıdır. Qaldı A, C, D variantları. Deməli, diqqət eləsək, ağların hamısı bir-birinə xətlərlə bağlıdırlar. Amma qaralara bağlı deyirlər. Burada isə ağlar bir-birinə bağlı deyil. D variantı gedir. Burada qaralar da bağlıdır, amma bağlı olmamalıdır. Qaralar bağlanmır gördüyünüz kimi. C variantı getdi. Ağlar bağlı, amma qaralara bağlanmayıb. Deməli, A variantı düzgün cavabımızdır. 17-ci sualın cavabı A variantı. 18-ci suala gəlsək, deyir ki, soru işarəti yerinə aşağıdakılardan hangisi gəlməlidir? Yenə bu sualda fikir versək, baxın, ortada ağ dairə var, kənarlara doğru gedir, kənarlarda qaralır və kiçilir. Burada deməli qara kiçik dairələr olacaq. Düzdür? Burada isə bunun əksi olacaq sual işarəsində.
Gördüyümüz kimi ağ dairələr var, ağ kvadratlar var kiçik. Bu kvadratdır, bəli, kvadratdır. Bu mərkəzə doğru gələcək və nə olacaq? Qaralacaq və böyüyəcək. Əks olacaq. Böyük qara dairə yaranacaq. Deməli, üstə gəl işarəsidir belə və ortasında böyük belə qara dairə var. Cavab olur hansı? E variantı. Keçirik hansı suala? 19-cu suala. 19-cu suala yenə deyir, sual şərtinin yerinə hangisi gəlməlidir? Hansı fiqur gəlməlidir? Bu suala diqqət yetirsək, bu sualda çöldəki dairəyə və ya içdəki dairələrə baxsaq, çevrələrə baxsaq, bu fiqurlar fırlanır. Diqqət edəsək. Çöldəki dairəyə baxsaq nə olur? 90 dərəcə saat əqrəb istiqamətində fırlanır. Burada da yenə 90 fırlanacaq. Həmişə 90 fırlanır. Çöldəki. Bu gəlib belə olacaq. Bu hissəsi boşluq qalacaq. Sağ üst hissəsində boşluq olacaq. Deməli C variantı getdi, D variantı getdi. A, B, E variantı qalır. Ortadakı dairəyə baxsaq, yenə saat əqrəbi istiqamətində 90 dərəcə fırlanır. Gəlib olacaq sol alt küncdə. O da hansı variantdadır? A variantı gedir, E variantı gedir. O da qalır B variantında. Cavab oldu B variantı. 21-ci suala diqqət edəsək. Üstün altı fərqli baxaq. Belə. Fərqli baxsaq. Diqqət eləyin. Qara kvadrat qabağa gedir. Qabağa getdikdə gəlir bura düşür. Ən sağa düşür. Burada yenə qabağa gedir. Altdakı fiqurda yenə qara qabağa gedəcək. Bura gəldi düşdü. Təzədən qabağa getdi. Bura gəldi düşdü. Buradakı bütün fiqurlar həmişə bir addım qabağa hərəkət edir. Ən sona çatdıqdan sonra isə qabağa getdikdə gəlir ən arxaya düşür. Diqqət edəsək onda. Bu qaralar belə gəldi qabağa. Yenə belə gələcək qabağa. Nə olur? Biri qabağa gələcək, biri isə hara düşəcək? Ən sonda deyə ən başa düşəcək. Burada qara bir dənə fiqurumuz olacaq. Deməli nə oldu? Ən sonda, üstdəki fiqurda ən sonda qaramız var. Altdakı fiqurda da, altdakı hissədə isə ən alt sol hissədə qaramız var başda. Deməli bu getdi, A variantı getdi. Çünki üstdə burada olmalıdır qara. Çəkək də burada belə. Belə çəkək. Necə olacaq? Qaralardan biri gəlib bura düşəcək, biri gəlib bura düşəcək. Ağlara diqqət eləsək indi. Əslində diqqət eləməyə ehtiyacı da yoxdur. D variantı da gedir, E variantı da, C variantı da qalır, B variantı geridə. Yenə ağlara da diqqət edə bilərsiniz. Bu belə gedəcək, bura düşəcək. Yenə eyni şəkildə bir addım qabağa gedir və ən sonda olanlar gəlir, başa düşür. Baş hissəyə əvvələ gəlir, düşür. Bu qayda ilə bütün rənglər eyni qaydada davam edəcək. Cavab oldu B variantı. Keçirik 21-ci suala. 21-ci sualda deyir ki, seridə, yukarıdakı seridə soru işarəti yerinə hangisi gəlməlidir? Deməli, ədədi silsilədir bu. Bu silsilənin qaydasını tapmaq lazımdır. Burada da necə olacaq? Fikir versək 26-dan 5-ə necə etmək olar? 1 çıxıb kök altına salarıq, düzdür? Burada da yenə 26-nın kvadratı fikir veririk ki, 676-dır. Bu da yenə bir artığa gəlir, düşür 677-yə. Deməli, biz burada hər dəfə 1 çıxırıq, sonra kök altına sarıq. 1 çıxırıq, kök altına sarıq. 1 çıxırıq, kök altına sarıq. 5 çıx 1 eləyəcək 4. Kök altında 4 də bizə eləyəcək 2. Cavab olur hansı variant? C variantı. Deməli, bu ədədi silsilənin, serinin qaydası nə olur? Çıxırıq 1, kök altına sarıq. Cavab oldu C variantı. 22-ci suala gəlsək, bu sualda yenə sayı şəkil ilişkiləri sualıdır. Yenə ortadan belə bölək, daha rahat baxmaq üçün. Diqqət edəsək, soldakıların 2 qatı sağda var, qarşıda. Baxın, 5-in 2 qatı gəlir, bura düşür 10. 3-ün 2 qatı gələcək, düşəcək 6. 4-ün 2 qatı düşəcək 8. 9-un 2 qatı düşəcək, vur 2 yazaq bura, qayda kimi. 18 olacaq. Deməli, bizim sual işarəsinin yerində nə olacaq? 3 vurulsun 2, cavab edəcək 6. A variantı olacaq cavabımız 22-ci sualda. 23-cü sualda soru işarəti yerinə aşağıdakılardan hangisi gəlməlidir deyir. Fikir versək, tərəf sayını kuba yüksəldir. 5-in kubu. Burada yenə 4-ün kubu. Burada yenə 3-ün kubu 27. Burada da 6-nın kubu olacaq. 6-nın kubu da neçədir? 216. Cavab olur C variantı. 24-cü suala gəlsək, A-nı bölür 2-yə, sonra vurur 3-ə, sonra da 4 çıxır, təzədən A-ya bərabər olur. Deməli, tənlik qursaq, A böl 2 vur 3
çıx 4. Nə eləyəcək? Təzədən a-yı bərabər eləyəcək. Deməli 3a böl 2 çıx a nəyə bərabər eləyəcək? 4-ə bərabər eləyəcək. 4-ü bu bir tərəfə keçirdim, a-nı bu bir tərəfə. Buradan 1 böl 2 a eləyəcək 4. 0.5 a 4 olduğu üçün a-mız olacaq neçə? 8. Cavab oldu nə? E variantı. 24-cü sualın cavabı E variantıdır. 25-ci sualda deyir, soru işarəti yerinə aşağıdakılardan hangisi gəlməlidir? Yenə burada seri sualdır, ədədi silsiləmiz var. Diqqət eləsək, çıxır 3-ə, üstə gəlir 4. Yenə çıxır 3, üstə gəlir 4. Bu şəkildə davam edəcək. Çıxır 3, 8 edir, üstə gəlir 4. Yəni 12 edir, çıxır 3, 9 edir. Cavabımız nə oldu? 8. E variantı. Başqa bir qaydada belə də demək olar ki, 2 işi getsək, 9, 10, 11, 12 tullanaraq ortadakını atlayırıq və 2-2 davam edirik. Burada da yenə 6, 7, 8, 9. Belə-belə bir-birdə davam edir. Yenə cavabımız olur 8. 25-ci sualda da 2 dənə yol dedik. Cavabımız da oldu nə? C var, E variantı. Cavabımız oldu 8. 26-cı sualda deyir, soru işarəti yerinə aşağıdakılardan hangisi gəlməlidir? Bu sualda yenə say şəkil ilişkilərinin sualıdır. Tablolar, daha doğrusu tablolara aiddir bu sual. Məntiqin tablolar, cədvəllər mövzusuna. Belə ayıraq. Necə olacaq burada? 9 üstəgəl 9 böl 2 ədəd ortası 9 edir. 8 üstəgəl 6-nın ədəd ortası 8-dən 6-nın ədəd ortası 7 edir. Deməli 7 ilə x-in ədəd ortası 6 edəcək. 7 üstəgəl x böl 2 bərabərdir 6. Buradan x-imiz gəlir olur 5. Cavab oldu nə? D variantı. Qayda kimdə necə yazmaq olar? A, B, C deyək bu kvadratlara. A üstəgəl C böl 2 bərabər olacaq B. A ilə C-nin ədəd ortası B eləyir. 26-cı sualın qaydası da belə. Cavab da oldu D variantı 5. Keçək 27-ci suala. A üstəgəl B, bu əslində sistem tənlikdir bildiyimiz. A üstəgəl B eləyir 4. B üstəgəl C, belə baxırıq. A ilə B kəsişməsinə baxırıq. B ilə C. C ilə A. A üstəgəl B elədi 4. B üstəgəl C elədi 8. C üstəgəl A elədi 6. Bunların hamısını toplasaq nə olar? 2 dənə A var. 2A üstəgəl 2B. 2 dənə də C var. 2C. Nə oldu? Bunların cəmi. Biraz sağa gətirək. Belə. 4 üstəgəl 8. Bura 6 edir. 4 üstəgəl 8, 12. 6 yanında 18. Bizdən də A üstəgəl B üstəgəl C-ni istəyir. O da olur nə? Bunun yarısı. 18-i bölürük 2-yə. Yəni cavab neçə edir? 9. Cavab oldu A variantı 27-ci sualda. 28-ci sualda soru işarəti yerinə aşağıdakılardan hangisi gəlməlidir? Bu sualda yenə say şəkil ilişkilərinin sualıdır. Diqqət eləsək, çarpaz formada vurur, sonra da cəmləyir. Yəni bizim üçün burada 22 nə olacaq? 22 bərabərdir 2 vur 5 üstəgəl 3 vur 4. 10 üstəgəl 12. Burada yenə 7 vururuq 3-ə 21. Üstünə gəlirik 5 vur 2. Nə olur? 31. 8 vur 2. Bunları vurduq. Üstəyərək 4 vur 3. Yəni 16 üstəyəl 12. Cavabımız eləyəcək neçə? 28. Sağ işarəsinin yerinə gəlir 28. A variantı. Qayda kimi necə yazmaq olar? A, B, C, D yazaq. Buraya da yazaq X. X nəyə bərabərdir? A, D üstəgəl B, C. Qayda kimi də belə yazmaq olar. 28-ci sualda. Sualın qaydası budur. 29-cu suala keçsək, aşağıdakı şəkillərdən bir qrup oluşturulursa, hangisi dışarıda qalır? Yenə deyir ki, bir qrup yaradın və fərqli xüsusiyyətdə olan bir şəkil xaricdə qalacaq. Deməli, çöldə 4 bucaqlıdır, içdə 3 bucaqdır. Çöl içdən bir vahid artıqdır. Yenə burada 6 bucaq, 5 bucaq bir vahid artıqdır. 4 bucaq, 3 bucaq bir vahid artıqdır. 5 bucaq, 4 bucaq bir vahid artıqdır. Amma burada dairə ilə 3 bucağı da o xüsusiyyət ödənmir. Çöldə kvadrat olmalıydı. Ona görə cavab olur nə? D variantı. 29-cu sualda da qayda nədir? İçdəki fiqurun tərəf sayının bir artığı çöldəki fiqurun tərəf sayı olacaq. Ya da çöldəki fiqurun tərəf sayının bir əksiyi
içdəki fiqurun tərəf sayı olacaq. 29-cu sualda cavab oldu D variantı. 30-cu suala gəlirik. Deyir ki, kənar uzunluğu 1 birim olan karelərdən oluşan şəkildəki dizinin 6-cı elemanının çevrəsi kaç birimdir? Deməli, birinci elemanda 1 vur 1 karedir bizim üçün. İkinci elemanda 3-ün 3-ədir, 3 vur 3. Üçüncü elemanda 5-in 5-ədir. Deməli, burada ədədi silsiləyə diqqət etsək, eleman sayının 2 qatının 1 əksiyi bizim tərəfimizin uzunluğunu verir. Məsələn, burada elemanın nömrəsi 2-dir. 2-nin 2 qatı 4, 1 əksiyi 3. Deməli, bizim ikinci elemanımız 3 vur 3-lük kvadrat olacaq. Üçüncü elemanda yenə eyni şəkildə 2 artıq deyirəm, səhv oldu. 2 qatı 6, 1 əksiyi 5. Deməli, 5-in 5-ədir. Burada 6-cı elemanı soruşur. 6-nın 2 qatı 6 vur 2, 12. 1 əksiyi 11. Deməli, bir tərəfimizdə 11 olacaq. Əgər bir tərəfimiz 11-dirsə, kənar uzunluğu da 1 idi, düzdür? Bir tərəfimizdə 11 kvadrat varsa, bizim kənar uzunluğumuz olacaq 11. Çevrəsini, yəni perimetrini soruşur. Çevrəsi neçə olacaq? Perimetr nədir? Kvadratlarda 4A. 4 dənə tərəfdir. 11 vur 4. Cavabımız deyəcək 44. Bizim oldu tərəfimiz. 30-da cavab C variantı. 31-ci sualda yukarıda verilən doğrular üzərindəki köşələri siyah noktalardan geçəcək kaç farklı üçgen çizilə bilir? Bu sualda deyir ki, bu nöqtələrdə, təpələri bu nöqtələrdə olan neçə dənə üçbucaq çəkilə bilər? Yenə dimdə rast gəldiyimiz suallardandır. Deməli, 5 dənə nöqtə var. 5 dənə nöqtədən 3 istifadə olunacaq üçbucaq düzəltməyə. Deməli, kombinizon 5-dən 3 və biz buradan eyni düz xətt üzərində olan nöqtələri çıxmalıyıq. Çünki eyni düz xətt üzərində olan nöqtələrdən üçbucaq yaratmaq olmur. Məsələn, bu 3 nöqtəni götürsək, burada üçbucaq yaranmayacaq. Onda burada 2 dənə nöqtə var onsuz da. Bura sayılmır. Burada onsuz da üçbucaq yaradıla bilməz. Burada isə 3 dənə nöqtə var. Bunları çıxsaq, deməli, kombinizon 3-dən 3-ü çıxsaq. Nə qalır bizdə? Bu da yenə dediyim kimi üçbucaq yaratmadığı üçün çıxılır. Deməli, nə olacaq? 5 vur 4 bölü 2 çıxılsın. 3-ün 3 onsuz da 1 edir. 5 vur 4 bölü 2 edir 10. Ondan 1 çıxırıq. Cavabımız nə olur? 9 dənə üçbucaq yaradıla bilər. Cavab oldu B variantı. Bu sualda belə. Gəlirik 32-ci suala. Artıq bitirməyimiz az qalıb. 32-ci sualda deyilir ki, belə hərflər verilib, kodlar. Hərf bloklarından sayısal qarşılıqları aşağıdakı seçeneklərdə karışıq olaraq verilmişdir. Yəni deyir ki, buradakı hərflərin sayı olaraq, rəqəm olaraq qarşılıqları verilib, amma variantlarda bunlar qarışıqdır. Bizdən istəyir B, bağışlayın, Z, W, U, L. Bu variantı tapmamızı istəyir. Deməli, diqqət edəsək, B ilə başlayan 2 dənə var, Z ilə başlayan yenə 2 dənə var. Burada da 6 ilə başlayan 2 dənə var, 3 ilə başlayan 2 dənə var. Düzdür? Deməli, bu sözümüz nə olacaq? B variantı olacaq. Deməli, A nədir? 1-dir. W 5-dir. I 0-dır. L isə nə olur? 9. Bu hərfləri artıq tapdıq biz. Bizim A hərfi bizdən istənilən sözdə yoxdur deyə bizdə 1 olmamalıdır sualda. Deməli, A variantı gedəcək, B variantı gedəcək və E variantı gedəcək. Qaldı bizim üçün nə? D variantı və E variantı. Diqqət etsək, sonuncu hərfimiz nədir? L hərfidir. L hərfi də 9 ilə işarə olunub deyə bizim C variantı gedəcək. Burada 2 var. Sonuncu hərfdə deməli L 9-dur deyə sonuncu hərfdə də 9 olmalıdır. Cavab olur D variantı. Sayısal qarşılığını tapdıq. Cavab oldu D variantı. 30-cu suala gələk. Bu sualda deyir ki, 19 mayıs, 19 mayıs belə yaza gedir. Belə. 174 harf aşağıdakılardan hangisidir? 174-cü hərf. 19 mayıs sözündən bir təkrarlanma gedir. 19 mayıs sözündə 12 dənə hərf var. Yazaq. 12 harf var. Deməli, 12 hərfdən bir təkrarlanma olacaq. 174-ü 12-yə böləndə neçə eləyir? Hesablasaq 8 eləyir də deyəsənəm. Yox, 8 əmr çox eləyir. 1 qoysaq 12, 54. Burada da 4, 48. Geriyə qalır 6-cı hərf.
Düzdür? 14 dəfə təkrarlama olacaq, 6-cı hərf qalacaq. 6-cı hərf neçədir? O, N, D, O, K, U. U hərfinə gəlib düşür. Deməli, bizim 174-cü hərfimiz nə oldu? U hərfi oldu, cavab oldu C variantı. Bu sualımızı da belə həll elədik. 34-cü sualda deyilir ki, soru işarəti yerinə aşağıdakılardan hangisi gəlməlidir? Yəni, eyni sual verilib. Bu suala diqqət eləsək, bu sual necə bir sualdır? Mənə sadə xatırladır daha çox. Diqqət etsək, sad əqrəbi ilə yelkovan, akreplə yelkovan türk dilində desək, eyni yerdədir, bir-birindən üst-üstə düşür. Sonra biri hərəkət edir 45 dərəcə. Bu isə sabit qalır. Bu hər zaman sabitdir. Sabit, fərqli rənglə göstərək, daha rahat olsun. Sabit, sabit, sabit. Burada da cavab olacaq sabit. Amma o biri oxumuz, yelkovanımız necə olur? Burada sabitdir. Burada 45 dərəcə hərəkət edir. Sad əqrəbi istiqamətində. Sonra yenə 45 dərəcə hərəkət edəcək. Sonra yenə 45 dərəcə hərəkət edəcək. O da gəlib hara düşür? Bura. Bizim fiqurumuz necə olacaq? Fiqurumuz olacaq D variantı kimi. Cavab olur D variantı. 34-cü sualda da cavabımız D variantıdır. Bu sualda belə həll elədik. Gəlirik 35-ci suala. Deyir alanı, yəni sahəsi 384 metr kvadratı olan yukarıdakı şəklin çevrəsi kaç metredir? Diqqət eləsək, bunu biraz balacalaşdıraq ki, rahat yazılsın. Diqqət eləsək, bu düzbucaqlıların eni uzunluğunun 2 qatıdır. Baxın, A, bura yəni gəlir düşür A. Düzbucaqlımızın sahəsi olur 2A kvadratı. Neçədən düzbucaqlı var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə düzbucaqlı var. Yəni 12 vurulsun 2A kvadratı eləyəcək neçə? 384. 24A kvadratı 384'dür. A kvadratı neçə olacaq? 384'ü böləcəyik neçəyə? 24'ə. 10 oradan 144. 6 oradan. 16 eləyir deyəsənə. 16. A gəldir olur 4. Düzdür? A 4 oldusa, bizim tərəfimiz oldu 4. Bizdən nə istəyir? Şəklin çevrəsini istəyir. Yəni perimetrini istəyir. Perimetrə baxsaq, perimetri necə tapa bilərik? Yazaq da buradan. A'dır, 2A'dır, yenə 2A'dır, A'dır, 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 2A'dır, 2A'dır, 2A'dır. Burada yəni A, 2A, 2A, A, 2A, A, 2A, A, 2A. Burada yəni A, burada yəni 2A, 2A. Buradan saymağa başlayaq. 1, 3, 5, 6, 7, 8, 10, 12, 14, 15, 17, 19, 20. Sonra 22, 24, 25, 27, 28, 30 olur. 31, 32, 33, sonra 35, 37 dənə A'mız var. Perimetrimiz, yəni çevrəmiz, türkçə yazsaq Ç bərabərdir 34 dənə aydı da, düzdür? Yenə sayaq məncə daha yaxşı olar. 2 sayaq. 2 dənələr neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənə 2 var, 24. A'lar nə qədərdir? 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36 dənə idi, düzdür? 36A. 36 A'mız neçə edir bizim üçün? 144. Cavab olur hansı variant? C variantı. Bu sualda belə həll elədik. Keçirik neçənci suala? 36-cı suala. Burada yenə tel parçaları ilə oluşturulan yukarıdakı latin hərflərinin toplamı uzunluğu kaç birimdir deyir. Kvadratın bir tərəfini 1 birim qəbul edirik. Bura 1 birimdir. Bizdən istəyir nəyi? Ümumi tel parçalarının uzunluğunu. 2'dir, 4'dür, 6'dır, 8. Y hərfində 8 var. Burada bu isə düzdür. 1 var, 2 var. 2 burada var. Ardıca buraya baxsaq, radiusu 2 olan nədir? R bərabərdir 2. Çevrədir. Bunun uzunluğu nə olacaq? 2 pi yerdən neçə olur? 4 pi. Bura 4 pi olur.
Burada isə yarım dairələr var. Bu yarım dairə var və bu yarım dairə var. Bunlar ümumi bir dənə dairə kimi qəbul etmək olar. Bunu gətirək, çəkək bura. Belə. Burada daha radiusu 1 olan bir çevrəmiz var. Bunun da uzunluğu perimetr olacaq neçə? Pi. Bizim toplam uzunluğumuz nə oldu? 8 üstəgəl 2 üstəgəl 4 pi üstəgəl pi. Neçə olur? 10 üstəgəl 5 pi. 10 üstəgəl 5 pi olur. Burada kvadrat səhvən yazılıb. Deyəsən. Yox, bağışlayın. Burada çevrəmiz 2 pi olacaq. Çünki 2 pi yerdir. Mən sahə hesablamışam orada. Ona görə 6 pi. Burada da olur 2 pi. Neçə oldu cavabımız? 10 üstəgəl 6 pi. Cavab oldu B variantı. Bu sualda belə. İndi böyüdək biraz qələmi. Keçirik 37-ci suala. 37-ci sualda deyilir ki, aşağıdakı büyük küp bir-birlərinə eş 125 küçük küpdən oluşuyor. Büyük küpün dışı maviye boyandığında iki yüzü mavi kaç küçük küp əldə edilir? Deməli, 2 dənə üzü mavi olan kubların sayısı soruşulur. Bizim çöl tərəfimiz boyandıqda belə 5-in 5-in 5-ə 5 vur 5 vur 5 kubdur burada. Bu kubda çölü təmiz boyasaq, hansı kubların 2 dənə üzü boyanacaq? Diqqət eləsək kənarlardakı bu kubların mavi rəngə boyayaq daha yaxşı görünsün. Bu kubların 2 dənə üzü boyanır. Düzdür? Hər kənar hissədə, kənar hissənicə göstərək. Böyüdək biraz. Hər kənar hissədə ümumi 2 üzü boyanan neçə dənə kub var? 3 dənə kub var. Deməli 3 dənə kub hər kənar hissədə var. Ümumi bir kubun neçə dənə kənarı var? 12 dənə kənarı olduğu üçün 12-yə vuracağıq. Deməli ümumilikdə 36 dənə kubumuzun 2 üzü boyanacaq. Cavab olur hansı variant? A variantı. Keçək 38-ci suala. Deyir ki, bu kubu düzəltsək, bu açılışıdır kubun. Kub halına gətirilsə hangisi əldə edilir? Bu sualda qarşılıqlı üzləri yazaq bir dənə. Bu üzlə bu üz qarşılıqlıdır. O ilə U. Sonra M ilə E hərfi qarşılıqlıdır. M ilə E. Y ilə S hərfi. Y ilə S. Bunları nəyə görə yazdım? Çünki bir kubun açılışında qarşılıqlı üzlər kub halına gətirildikdə heç vaxt bu qarşılıqlı üzlər bir kubda görünə bilməz. Yəni O hərfi ilə U hərfi bir kub üzərində heç vaxt görünə bilməz. Məsələn, B variantında görünüb yan-yana. Bunlar bir-birinə bitişik görünüb. Düzdür, amma əslində mümkün deyil. Çünki qarşılıqlı üzlərdir. Ona görə B variantı getdi. Silək. Sonra Y ilə S varmı? Var. D variantı getdi. M ilə E varmı? Var. Düzdür, getdi. Başqa varmı nəsə? M, U, S, burada da M, U, Y. Tamam. Qaldı A variantı ilə E variantı. Burada diqqət eləsək, indi baxmalıyıq. Artıq baxmalıyıq nəyə? Hansı hərf hardadır? Baxaq. Onun üstündə nə var? M var. Hər iki variantdadır, düzdür? Onun üstündə M olduqda, bunu qatlaladıqda bizim gəlir sağ hissəyə Y hərfimiz düşür. Sol hissəyə isə bu isə sağa qatlanacaq, belə fırlanıb. Gəlib bizim sağımıza düşəcək S hərfi, düzdür? Solumuza düşəcək, bağışlayın. Sol tərəfə gəlir düşür S hərfi, sağ tərəfə gəlir düşür Y hərfi. Y hərfi belə qatlanacaq buradan, gəlib düşəcək U-nun sağına. Düzdür? Burada isə U-nun sağında S hərfi var. O isə mümkün deyil. S hərfi qatlanıb gəlib düşəcək bizim solumuza. U hərfinin soluna. Deməli, A hərfindəki səhv də budur. S ola bilməz, burada Y olmalıdır. Cavab getdi. A variantı getdi. Qaldı bizim E variantımız doğru cavab kimi. 38-ci sualını da belə izah elədik. 38-ci sualın cavabı da belədir. Cavab E variantıdır. 39-cu suala gələk. Son 2 sualımız qaldı. Yəni deyilir ki, aşağıdakı şəkillərdə üstdən baxan bir kişi hangi şəkil dörtgən görür? Yadınızda saxlayın ki, bir 3D fiqura üstdən baxdıqda biz onu həmişə oturacağındakı fiqur kimi görürük. Deməli, biz oturacaqlara diqqət eləməliyik burada.
Bunun oturacağı nədir? Üstdən baxdıqda üçbucaq görünəcək. A variantı getdi. Dörtgen deyil. B variantında yarım dairə görünəcək. Yenə getdi. C variantında üçbucaq görünəcək. Piramid olduğu üçün getdi. E variantında dairə görünəcək. Yenə getdi. D variantına diqqət eləsək, burada bizi çaşdıra bilər bu necə deyirlər, yarım dairə, hətta çeyrək dairə deyək, 1/4 dairə olan hissə çaşdıra bilər. Amma diqqət eləsək, oturacağımız düzbucaqlıdır, yəni dörtgəndir. Deməli, üstdən baxdıqda D variantında biz dörtgen görəcəyik. Cavabımız oldu nə? D variantı. 40-cı suala gələk. 40-cı sualda deyir ki, K parçası çıxarılırsa, şəklin öndən görünüşü aşağıdakılardan hangisi olar? Hansı olar? K parçasını biz çıxardaq, silək. Ağ rənglə silək məsələn. Başlayın. Belə ağ rənglə buranı silək. Gözünüzdə yaxşı canlansın deyə silirəm buranı. Biz buranı sildik, düzdür? Buranı silsək də, fikir versək, diqqət eləyin. Arxa hissədə, baxın, burada görünür bu biri kubun bir üzü. Deməli, o bir üzü də bura gəlib düşəcək, düzdür? O bir üzü də bura gəlib düşür deyə. Biz burada qabaqdan, ön tərəfdən baxdıqda, altdan bu kubun, burada yerləşən kubun, bu kubun ön üzünü görəcəyik, düzdür? Onda biz öndən baxdıqda, baxın, buranı görəcəyik, bu üzü. Bir də bunun üstündən bunu görəcəyik. Deməli, üst-üstə 2 dənə kvadrat görəcəyik. Belə çəkək. 2 dənə kvadratı gördük. Orta hissədə yenə bu kubun altda ön üzünü görəcəyik. Ortada buranı görəcəyik. Üstdə də buranı görəcəyik. Burada isə necə görəcəyik? 3 dənə kub görəcəyik biz. Belə. Sağ hissədə, sağ tərəfdən necə görəcəyik biz? Bu hissəni görəcəyik öndən, bir də bu hissəni. Altda kub olmadığı üçün görünməyəcək. Burada deməli üstdəki və ortadakı kubu görəcəyik. Buraları. Deməli bizim öndən görünüşümüz bu şəkildə olacaq. O da gəlir hansı variant olur? Diqqət eləsək. Burada bu artıqdır. A variantı getdi. Burada əksiklər var ümumiyyətlə. Bura əksik idi. Məsələn, burada əksik idi. B variantı getdi. D variantında yenə əksiklər var. D variantının əksikləri bunlardır. D variantı getdi. E variantında yenə burası əksik idi. E variantı getdi. C variantı tam bizim gördüyümüz kimidir. Deməli 40-cı sualın cavabı nə oldu? C variantı. Beləliklə sualları bitirdik. Gördüyünüz kimi suallar artıq bitdi. 40 dənə sual idi. Ümid edirəm zövq aldınız. 2013-cü ilin imtahanıdır. Köhnə imtahan olsa da maraqlı sualları var. Zövq aldığınızı düşünürəm. Əsas bu video YÖS imtahanına, TER-YÖS imtahanına hazırlaşan uşaqlar üçündür. Amma istəyən hər kəs, məntiq sevən hər kəs bu sualları izləyə bilər. Bu videoyu izləyə bilər. Bu günlük bu qədər. Sağ olun.